Bugün ruhun bütün saxta asıllıq zəncirlərini qıran o mütləq azadlıq bəyannaməsini pıçıldayırıq. İxlas surəsi, kosmik təklik və daxili azadlığın gizli şifrəsi. Gəl bu 4 cümləlik kosmik bəyannamənin hər bir kəlməsini zərrə-zərrə açaq və ruhumuza hopduraq. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban Allahın adı ilə. Qul huvəllahu əhəd. De ki, o Allahdır, təkdir. Buradakı tək ifadəsi sadəcə riyazi bir rəqəmi demək deyil. Bu əhəddir, yəni parçalana bilməyən, tərkib hissələrinə ayrıla bilməyən, bənzərsiz bir təklikdir. İnsan ağlı hər şeyi hissələrə bölərək anlamağa çalışır. Lakin Allah bizə buyurur ki, varlığın ilkin nöqtəsi tamdır, bölünməzdir. Sən həyatında gücü, sevgini, ruzini, uğuru müxtəlif insanlara və səbəblərə bölərək axtarırsan. Bu ayə səni o dağınıqlıqdan yığır və deyir, hər şeyin arxasındakı mütləq güc təkdir. Səbəblərin arxasındakı müəllifi gör. Allahus Saməd. Səməd kəlməsi Quranın ən sirli, ən zəngin sözlərindən biridir. Lüğətdə içi dolu olan, boşluğu olmayan, nüfuz edilə bilməyən, heç bir şeyə ehtiyacı olmayan, lakin hər bir şeyin var olmaq üçün yönəldiyi son nöqtə deməkdir. Düşün ki, kainatda hər şey, günəş, ulduzlar, okeanlar, heyvanlar və sən hər saniyə nəfəs almaq üçün, var olmaq üçün bir mənbəyə möhtacsınız. Biz acırıq, susayırıq, qocalırıq, tükənirik və ölürük. Çünki bizim daxilimizdə boşluqlar var. Allah isə səməddir. Onun heç bir boşluğu, heç bir ehtiyacı, heç bir əksikliyi yoxdur. O, zamandan və məkandan uzaq olan mütləq doluluqdur. Sən səməd dediyində kainatın ən sarsılmaz, heç vaxt çökməyəcək təməlinə sığınmış olursan. Ləm yəlid və ləm yulad. O nə doğmuşdur, nə də doğulmuşdur. Bu ayə insan məntiqinin bütün divarlarını darmadağın edir. Bizim dünyamızda hər şey bir şeydən doğulur və özündən sonra bir şey buraxır. Hər şeyin bir keçmişi və bir gələcəyi var. Allah bəşəri və maddi olan bu qanundan tamamilə uzaqdır. O doğulmayıb. Yəni onun bir başlanğıcı, bir maddəsi, onu var edən bir keçmişi yoxdur. O doğmayıb. Yəni o özündən bir parça ayırıb başqa bir ilah yaratmayıb. Onun gələcəyə ehtiyacı yoxdur. Bu ayə bizim beynimizdəki zaman illüziyasını yox edir. Allah zamanın içində deyil, zaman onun içindədir. O əzəli və əbədidir. Və ləm yəkulləhu kufuven əhəd. Və onun heç bir bənzəri və tayı bərabəri yoxdur. Bu mütləq nöqtədir. İnsan beyni görmədiyi bir şeyi təsəvvür etmək istəyəndə mütləq onu bildiyi bir şeyə bənzədir. Məsələn, zənginlik deyəndə ağla ilk pul gəlir. Bu ayə ağlımıza gələn və gələ biləcək bütün bənzətmələri silib atır. Sən Allahı nəyə bənzədirsən bənzət. O deyil. Onun gücünün, elminin, mərhəmətinin bu kainatda heç bir analogiyası, heç bir bənzəri yoxdur. O bütün xəyalların və təsəvvürlərin fövqündədir. İndi bütün bu mənaları birləşdir və daxilindəki o böyük sükunəti hiss et. Sənin qorxduğun o gələcək, səni sıxan o maddi sıxıntılar, səni tərk edən o fani insanlar, onların hamısı doğulan, ölən, tükənən və möhtac olan acizlərdir. Sənin Rəbbin isə təkdir, səməddir, doğulmayıb, doğmayıb və bənzərsizdir. Sən elə bir
mütləq gücün qarşısında dayanıb İxlas oxuyarkən hələ dünyadakı xırda problemlərin qarşısında əyilməyə utanmırsanmı? Ruhunu oyat. Sən kainatın ən böyük sahibinə bağlısan. Zəncirlərini qır və azad ol.